Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizə sağlamlığa təsir edən amillər haqqında danışacağam. Deməli, tibb elminin banisi Əbu Əli İbn Sina qeyd etmişdir ki, insan sağlamlığına və xəstəliklərin yaranmasına təsir edən ən mühüm amillərdən biri onun mənəvi vəziyyəti, xüsusilə də tarazlı xarakteridir. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının qaydada olması ilə müəyyən edilir. 7-ci sinif dərsliyini biz keçərkən insanın sağlamlığına təsir edən amilləri fiziki və psixi olaraq ayırmışdıq. Fiziki amillərə məsələn çox qida ilə qidalanmaq, ancaq az hərəkət etmək, idmanla məşğul olmamaq bunlara aid idi. Psixoloji olaraq isə sosial rifahın olmaması, depressiya, yorğunluq, bu isə psixoloji hallar insan orqanizminə təsir eləyir. İnsan yaşadığı tarixi dövr ərzində bu həm psixi, həm də fiziki sağlamlıq birlikdə orqanizmi tamamlayır. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi və adi həyat streslərinin öhdəsindən gəldiyi əminamanlıq vəziyyətidir. Biz bu dərsdə sağlam həyat tərzinin əsası nədir və insanın psixi və fiziki sağlamlığına, psixoloji vəziyyətinə zərər verən amillər haqqında danışacağıq ki, bu suallara siz cavab tapacaqsınız bu mövzuda. Deməli, psixi sağlamlıq dedik ki, insanın streslərdən uzaq olması, rahat yaşaması, depressiyadan uzaq olmasıdır. Lakin günümüzdə bu halların həm insan orqanizminə psixi, həm də fiziki amillərin daimi təsiri nəticəsində olduğu üçün orqanizmin stressiz yaşaması mümkün deyil. Stres insanların nəticə əldə etməyə çalışmalarına və daha çox motivasiya olunmalarına kömək göstərə biləcək bir təbii reaksiyadır. İlk öncə stres baş verdiyi zaman orqanizmdə ürək döyüntülərinin miqdarı artır. Lakin stresin hamısı o demək deyil ki, zərərlidir. Uzun müddət orqanizm stres vəziyyətində, yəni gərginlik vəziyyətində qaldıqda artıq orqanizmə zərər yetirə bilir. Məsələn, deyir ki, imtahanın bazar günü keçiriləcəyi tələbədə stres yaratsa da, lakin bir tərəfdən onu həftə sonu materialı təkrarlamağa həvəsləndirəcək. Bu stresin yaxşı bir tərəfdən biz dəyərləndirərik ki, həmin dərsləri yenidən təkrarlayarıq. Bu da bizim üçün imtahanda yaxşı bir nəticənin toplanmasına səbəb olar. Ancaq daim biz stres vəziyyətində olduqda bu zaman yuxusuzluq yaranar, əsəbilik, gərginlik, diqqətin pozulmuluğu, depressiya, iştahın itməsi kimi simptomlar üzə çıxır ki, bu da artıq problemlərə çevrilir. Stres orqanizmin təsirini azaltmaq üçün insanlar bəzən depressiyanın təsiri altında və yaxud bir stresin təsiri altında müəyyən vərdişlərə meyilli olurlar. Ya alkoqolizmə və yaxud tütün məmulatlarından istifadə eləyirlər, narkotik vasitələrdən istifadə eləyirlər. Bu ilk öncə onlarda belə deyim də, bu edici, keydici kimi istifadə olunur, əhval-ruhiyyələrini düzəldir, amma sonra onlarda artıq bu maddələr asıllıq yaradır. Bu da onların sağlamlığına böyük bir ziyan vurur. Fəaliyyət hissəsində bizə etil spirtinin zülal molekullarına təsiri haqqında belə bir təcrübə verib. Ləvazimat üçün biz 2 dənə sınaq şüşəsi götürürük, etil spirti, su, pipet, toyuq yumurtasının ağını. Toyuq yumurtasının ağının tərkibi zülaldır. Ona görə biz burada zülalın etil spirti ilə reaksiyasından danışacağıq. İşin gedişi üçün 1-ci və 2-ci sınaq şüşələrinə 1 milli toyuq yumurtasının ağını tökürük. Yəni, hər ikisinə biz toyuq yumurtası ağını əlavə edirik. 1-ci sınaq şüşəsinə 3 milli su əlavə edirik, digərinə isə 3 milli 80-90% etil spirt əlavə edirik. Müşahidələrin nəticələrini dəftərinizə qeyd edin. İlk öncə su tökdüyümüz bu pipet qabında, sınaq şüşəsində heç bir dəyişiklik olmayacaq. Çünki su təsirindən zülallarda quruluş dəyişikliyi baş verir. Lakin zülalların quruluşu, yəni müəyyən quruluş səviyyələri var ki, 1-cili, 2-cili, 3-cülü və 4-cülü quruluş səviyyələri var zülalların. Bunlar müəyyən temperaturun təsirindən, spirtin və yaxud maddələrin təsirindən qızdırıldıqda parçalana bilir.
Deməli, burada spirt tökdüyümüz qabda zülallar denaturasiyaya uğrayacaq və həll olacaq. Buna görə birinci sınaq şüşəsində yumurtanın ağı olduğu kimi qalacaq, ikincidə isə denaturasiyaya uğrayacaq. Sonra zərərli vərdişlər haqqında danışaq. Zərərli vərdişlər orqanizmdə alkoqoldur, tütündür, spirtli içkilərdir, energetik içkilərdir, elektron siqaretlərdir ki, bunlar orqanizmə zərər yetirirlər və insanın şəxsiyyət kimi formalaşmasına mane olurlar. Orqanizmə zərər verən vərdişlərdən biri spirtli içkilərdir ki, uzun müddətli spirtli içkidən istifadə ona alüdəçilik yaradır və bu zaman alkoqol qanda çoxlu toplanır. İnsan orqanizmində alkoqolun zərəri təsirli aid bir şəkil göstərilib kitabımızda. Alkoqoldan daim istifadə edən insanın qida borusunda və yaxud digər həzm kanalının şöbələrində varikoz damar genişlənməsi olur ki, bu da bəzən həmin damarların partlamasına və qan sızmasına səbəb ola bilər. Digər tərəfdən xərçəng xəstəliyi riskini də artırır. Sonra beyində yaddaşın pozulmasıdır, diqqət pozğunluğudur, görmə qabiliyyətinin pozğunluğu yarada bilir. Çünki alkoqol orqanizmdə bəzi lipid tərkibli maddələrin alkoqolda həll olması baş verir. Sinir toxumasının hüceyrələrinin də üzəri ağ rəngli yağa bənzər maddələrlə örtülü olduğuna görə alkoqol da həll olur. Bu da zamanla artıq insanda yaddaş problemlərinin pozulmasına, diqqətin pozulmasına səbəb olur. Sonra əzələlərdə xroniki yorğunluq baş verir. Mədədə, bağırsaqlarda mədaltı vəzidə pankreatit xəstəliyi və yaxud mədədə qastrit xəstəliyi yaranır ki, çünki alkoqol mədə divarlarını qıcıqlandırır və qastrit xəstəliyi yaradır, mədədə yaralar. Və yaxud ataksiya, əzələ tonusunun pozulması baş verir əzələlərdə. Sonra biz həzm sistemini keçərkən qeyd etmişdik ki, həzm orqanlarında həzm prosesi baş verdikdən sonra maddələr qana sovrulur, bağırsaq venasına. Həmin bağırsaq venası ilə qan gəlir qaraciyərdən keçir və qaraciyər orqanizmin laboratoriyası funksiyasını belə deyək yerinə yetirir. Bütün maddələr qaraciyərdə zərərsizləşdirilir və alkoqolun tərkibində spirt çox olduğuna görə bu alkoqolun 98% qədəri qaraciyərdə zərərsizləşdirilir və qaraciyərdə gedən digər mübadilə proseslərdə mənfi təsir göstərir. Zamanla qaraciyərin toxuması zədələnərək yağlı toxumaya çevrilir, yəni birləşdirici toxumaya çevrilir ki, bu da artıq qaraciyərdə hepatit və ağır xəstəlik olan sirroza səbəb olur. Anemiya xəstəliyi necə yaranır? Çünki spirtli içkilər qan vasitəsilə orqanizmi dövr edir və orada ürək-damar problemlərinə gətirib çıxarır. Qanın oksigeni daşıma qabiliyyətinin azalmasına gətirib çıxarır ki, bu da ürəkdə miokard infarktına da səbəb ola bilər. Çünki ürəyi qidalandıran həmin o damarlar ürəyi qanla təchiz edə bilmədiyinə görə insanda miokard infarktı da baş verə bilər. Bu, spirtli içkinin orqanizmə zərəri barədə danışdıq. Alkoqol qəbul ürək xəstəliklərinin inkişafına da səbəb olur və nəticədə ürək əzələsi zədələnir, indi qeyd etdiyim kimi. Narkotik maddələrdən istifadə də artıq insanda asıllıq yaradır. Narkotik dərman preparatları da bitki tərkibli maddələrdir və psixi dəyişikliklər törədir orqanizmdə və insanda asıllıq yaradır. Gəlin baxaq, bu şəkildə insanda hansı xəstəliklərin yaranması siqaretin və yaxud narkotik maddələrin təsiri ilə baş verir. Siqaretin uzun müddətli orqanizmə qəbulu bir sıra xəstəliklərə gətirib çıxarır. İlk öncə tənəffüs orqanları sıradan çıxır. Tənəffüs orqanlarında xərçəng baş verir, bronxit baş verir, emfizema baş verir. Emfizema xəstəliyi ağciyər alveollarının zədələnməsidir ki, artıq elastiklik göstərə bilmirlər alveollar hava dolarkən və onlar sanki bir kütləşirlər. Bu da zədələnməsinə gətirib çıxarır ki, bu xəstəliyin adı emfizema deyilir. Sonra sümük sistemində osteoporoz xəstəliyi yaranır ki, sümük maddəsinin tərkibində
sümük toxumasında sıxlığı azaldığına görə, sümük toxumasında sümük maddəsinin sıxlığı azaldığına görə sümük toxuması bir növ keyfiyyətsizləşir və adi yüngül bir yıxılma və yaxud burxulma zamanı belə o sümüklər o qədər kövrəkləşir ki, artıq sınırlar. Bu xəstəlik adlanır osteoporoz. Sonra periferik damarlar ki var, ayaqda, qollarda, bədənin ətraflarımızda olan damarların zədəliyir, qanqrena baş verir və bu qanqrena nəticəsində aşağı ətrafların amputasiyası artıq həyata keçirilir. Sonra beyində insult baş verir, beyin hüceyrələrində, həzm orqanlarında xərçəng, qastrit, xoraq xəstəliyi yaranır. Çünki siqaretin tərkibində bir sıra zərərli maddələr var. Sinil turşusudur, qətrandır, radioaktiv maddələrdir, zəhərli qazlardır ki, nikotindir, ən önəmlisi, dəm qazıdır. Bunlar siqaret tüstüsü ilə insanın həm ağciyərlərinə, həm də ağızdakı tüpürcək vəzləri vasitəsilə mədəsinə, həzm orqanlarına düşür. Həzm orqanlarına düşəndə həmin maddələr həzm orqanlarının divarlarını qıcıqlandırır və orada qastrit, xoraq, xərçəng xəstəliklərinin yaranmasına səbəb olur. Sinir sistemində nevrit yaradır ki, nevrit də həmin sinirlərin bir-biri ilə əlaqəsində problemlərin olmasına gətirib çıxarır. İfrazat, cinsiyyət sistemi, xərçəngi, sonsuzluq və cinsi zəiflik yarada bilir ki, bu da siqaretlərin orqanizmə mənfi təsirinə aiddir. Amma günümüzdə bugün adi siqaretlərdən çox artıq elektron siqaretlərdən də çox istifadə olunur. Elektron siqaretlərin tərkibində də kanserogen maddələr var və onlar adi siqaretə nisbətən 10 dəfə yüksək olur tərkibində. Yəni kim deyirsə elektron siqaret zərərsizdir, bu yalandır. Elektron siqaretin zərəri adi siqaretdən 10 dəfə yüksəkdir. Bu da problemləri daha da artırır, həmin o zərərli maddələrin orqanizmə daxil olmasını deyir. Nikotin buxarının tərkibində olan formaldehid orqanizmin zəhərlənməsinə və hətta ölümünə belə səbəb ola bilər. Ona görə uşaqlarla daimi maarifləndirici söhbətlər aparılmalı, məktəblərdə bunun qarşısını almaq lazımdır. Orqanizmin enerji səviyyəsini həmişə yüksək saxlamaq üçün bəzi adamlar var ki, uzun müddət qida qəbul etmir, ancaq energetik içkilərlə o enerjini, bədən enerjisini əvəzləyir. Bu təbii ki zərərlidir. Çünki energetik içkilərdən çox istifadə artıq onlarda digər maddələr kimi asıllıq yaradır. Bu da vaxtaşırı ürək döyüntüsünün artmasına və təzyiqin yüksəlməsinə səbəb olur. Orqanizmdə bir sıra problemlər yaranır. Siqaret çəkmək, alkoqol qəbulu, qidalama normalarının pozulması nəticəsində ürəyi qidalandıran arteriyanın tam və ya qismən daralması səbəbindən insanda miokard infarktı baş verir. Biz bilirik ki, ürək özü insanda 4 kameralıdır və ürəyi qidalandıran damar özü də ürəyin tac damarlarından, arteriya damarlarından ayrılır. Həmin bu maddələrlə, zərərli maddələrlə qəbulu, bəzən məsələn kanserogen yağların, doymuş yağlar belə insanda miokard infarktına səbəb ola bilər. Miokard infarktı o deməkdir ki, ürəyi qidalandıran damarların tutulması və damarların divarının lipid mənşəli xolesterinlə bağlanmasına səbəb olur ki, bu zaman həmin damardan keçən eritrositlər, qan hüceyrələri müəyyən orqana, ürəyə gəlib çata bilmir və bu zaman ürəkdə artıq qan çatışmamazlığı, qida maddələri çatışmamazlığı yarandığına görə həmin hissədə hüceyrələr ölür və bu da miokard infarktına səbəb olur. Miokard infarktı da günümüzdə əvvəllər yaşlı insanlarda daha çox olurdu, amma bugün artıq cavan gənclərdə belə miokard infarktı baş verir və bu da insanların cavan yaşda ölümünə səbəb olur. Ona görə orqanizmimizi, sağlamlığımızı qorumaq hər bir şəxsin özünün borcudur. Öyrəndiklərinizi tətbiq edin hissəsində bizə belə bir cədvəl verib. Deyir ki, cədvəldə siqaret çəkmə vərdişinin və qanda xolesterin səviyyəsinin ürək xəstəliklərinə, inkişafına təsiri göstərilib. Deməli, ilk öncəki cədvəldə siqaret çəkmənin ürək xəstəliklərinə zərərini göstərib ki, əgər günündə heç bir siqaret çəkməyən insan, yəni 0, o zaman ürək xəstəliklərin yaranma rismi görürsünüz minimumdur, 1.
Ancaq 5 gün ərzində 5 ədəd siqaret çəkəninki 1,5, 10 ədəd siqaret çəkəninki 1,5. Siqaretin sayı artdıqca bu faiz də riskdə artır. İndi xolesterinin qandakı səviyyəsinə baxaq. Ürək xəstəliklərində xolesterinin miqdarı artdıqda bu da xəstəliyin daha çox miokard infarktının baş verməsinə gətirib çıxarır. Kişilərdə normal səviyyə 1, qadınlarda isə daha azdır. Əgər kişilərdə 30%-dən yuxarı olarsa, bu 1,4-ə, 45%-dən yuxarı olarsa 2-yə, 75%-dən yuxarı olarsa 3,1 nisbətində olur. İndi biz bu rəqəmlərdən necə istifadə edəcəyik? Bizə müzakirə edin hissəsində deyir ki, deməli, sizcə gündə 10 siqaret çəkən yoxsa xolesterinin səviyyəsi normadan 45% çox olan insanda ürək xəstəliyi riski daha yüksəkdir. Gəlin, baxaq cədvələ və bu cədvəl əsasında bu sualı cavablandıraq. Deməli, gün ərzində 10 ədəd siqaret çəkən insanda bu risk 1,5-dir. Ancaq qanında 45%-dən çox olan insanda, bizə indi kişi orqanizmi 45% olan insandan normadan yuxarı 2-dir. Deməli, bu cədvələ əsasən biz belə bir nəticəyə çıxarırıq ki, 45%-dən çox olan insanda xolesterinin faizi, ürək riski daha çoxdur. Yəni, ürək xəstəliyi riski. İkinci sualda, gündə 30 siqaret çəkən və xolesterinin səviyyəsi normadan 75% yüksək olan insanda ürək xəstəliyi riski siqaret çəkməyən və xolesterinin səviyyəsi normada olan qadına görə neçə dəfə çoxdur? Gəlin, bunu biz həll edək. Deməli, gündə 30 ədəd siqaret çəkəndə 3,2-dir risk faktoru. Ancaq xolesterinin səviyyəsi 75% olanda 3,1-dir. Biz bu ədədləri ürək xəstəliyi riskini çəkməyənə nisbətən hesablayanda, deməli, bunlarda əsasən vurmadan istifadə edəcək. 3,2-ni vuracaq 3,1-ə. Gəlin, bunu hesablayaq qiyməti. 3,1 vurulsun 3,2. 9,92 edilir. Bu, həmin siqaret çəkən, həm də xolesterindən yüksək səviyyədə qanında xolesterin toplanmış bir insandır. İndi, digər insan isə siqaret çəkmir və xolesterin səviyyəsi normal bir qadındır. Tutaq ki, xolesterin səviyyəsi normal bir qadında siqaret çəkmirsə, bu 1-dir, normal səviyyə 0,3-dür. Həmin qadında 0,3-ü vuracaq 1-ə. Cavabımız elə 0,3 eləyir. Həmin bunlar arasında fərqi bizdən istədiyinə görə 9,92-ni deməli 9,92-ni biz böləcəyik 0,3-ə bərabərdir 9,33 təxmini dəfə çox eləyəcək. Deməli, həmin insanın, baxın, 30 gündə siqaret çəkən və xolesterin səviyyəsi 70%-dən çox olan insanda ürək xəstəliyi sağlam bu qadına nisbətən 33 dəfə çoxdur. İndi üçüncü suala baxaq. Niyə alkoqol və siqaret fiziki sağlamlıqla yanaşı psixi sağlamlığa da təsir göstərir? Çünki alkoqoldan və siqaretdən uzun müddət istifadə etmək insanda sinir sisteminin pozğunluğuna gətirib çıxarır. Sinir sisteminin pozğunluğu insanda depressiya yarada bilər, stres, gərginlik, yuxusuzluq, baş gicəllənməsi, bu da psixi sağlamlığa zərər göstərir. Və yaxud həmin insanın ətraf mühitində olan insanlarla və davranışlarında müəyyən mənfi xüsusiyyətlər aşkarlanır ki, bu da onun yenə psixi sağlamlığına təsir göstərə bilir. Öyrəndiklərinizi yoxlayın hissəsindəki gəlin sualları cavablandıraq. Deməli, deyir ki, insanın davranışı digərlərinin psixi sağlamlığına təsir edə bilərmi?
Necə? Əlbəttə edə bilər. Çünki düşünün ki, bir insan onunla rəftar edən bir insanla, danışan, söhbət edən bir insanla normal şəkildə rəftar eləyir, sakit vəziyyətdə. Bu da həmin insanın psixologiyasına təsir göstərir. Ancaq kobud şəkildə davransa, təhqir etsə və yaxud onunla yüksək tonda, tərzdə danışsa, bu da həmin insanın psixi sağlamlığına təsir göstərir. Ona görə də danışarkən, söhbət edərkən danışığımıza fikir verməliyik ki, qarşı tərəfi də nəzərə almalıyıq, psixi sağlamlığını. İkinci, zərərli vərdişlərin yaranma səbəbləri nələrdir? Fikrinizi əsaslandırın. Zərərli vərdişlərin yaranmasının səbəbi ailədə nəzarətin olmaması, valideynlər tərəfindən şagirdlərin nəzarətsiz qalması, sonra stres, depressiya, qayğıdan uzaq olmaq, sonra bəzi hallar olur ki, insan ətraf mühitdən soyur və həmin o qayğısızlıq görəndə zərərli vərdişlərə başlayır meyl etməyə. Bu da artıq onda gənclər arasında o vərdişlərin öyrəşməyə səbəb olur ki, artıq alkoqol qəbul edirlər, spirtli içkilərin qəbulu baş verir. Zərərli vərdişlərin yaranmasını qarşısını necə almaq olar? Əgər valideyn daim uşağa nəzarət etməlidir, zərərli vərdişlərdən uzaq olması haqqında onunla danışmalıdır və yaxud maarifləndirici söhbətlər aparılmalıdır, istər məktəblərdə, istər digər təhsil ocaqlarında şagirdlərə bunun zərərləri barəsində maarifləndirici söhbətlər aparılması da bunun qarşısını almaq olar. Bu mövzudan bu qədər.